Bugün Vətən müharibəsində qazandığımız qələbənin 5-ci il dönümünə həsr olunan konsert proqramında iştirak edən hər bir kəsi salamlayır, xoş gəlmisiniz deyirik. Yeni Azərbaycan Partiyasının qurucusu, Ümumilli lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi və bütövlüyü uğrunda canından keçən vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək. Biz azadıq, biz müstəqilik, biz sərbəstdik. Biz heç kəsdən asılı deyilik. Biz özümüz öz taleyimizin sahibiyik. Tarix təsdiqləyir ki, güclü lider olmadan xalqın intibahını və dövlətin inkişafını təmin etmək olmaz. Elə çox əsrlik dövlətçilik tarixinə malik olan Azərbaycan xalqının təcrübəsi də bu reallığın bariz nümunəsidir. Xalqımız istər 20-ci əsrin sonlarında, istərsə də 21-ci əsrin əvvəllərində öz müdrik liderləri Heydər Əliyevin və İlham Əliyevin dövlətçilik ənənələrinə, milli maraqlara və bəşəri dəyərlərə əsaslanan siyasəti nəticəsində Azərbaycanın tərəqqisinin, müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımızın ən yüksək zirvələrdə qürurla dalğalanmasının, ölkəmizin zirvələr fəth edərək dünya miqyasında söz və nüfuz sahibinə çevrilməsinin sonsuz iftixarını yaşamışdı. Bugünsə qüdrətli və qalib Azərbaycan, Heydər Əliyevin əbədi yaşar ideyaları, zəngin dövlətçilik irsi əsasında tərəqqi və zəfər yolunda əmin addımlarla irəliləyir, tarixi nailiyyətlərə imza atır. Azərbaycanın dövlətçilik tarixinin Heydər Əliyev dövrü həm də xilaskarlıq missiyası ilə xarakterikdir. Ümumilli lider müstəqillik dönəmində xalqın tələbi və dəstəyi ilə xilaskarlıq və quruculuq missiyası reallaşdırmaqla ölkəmizi tənəzzüldən, hətta dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən qurtararaq inkişaf yoluna çıxarmışdı. Dövlətçilik tariximizin yeni və taley yüklü mərhələsi məhz bu dövrdə başlamışdı. Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması, xalqın öz liderinin arxasınca gedərək
onun ətrafında sıx birləşərək vahid amal və milli məqsədlər naminə səfərbər olunması müstəqil dövlət quruculuğunu təmin etmişdi. Azərbaycan dövlət müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya olarkən 1993-cü ilin iyun hadisələri zamanı xalq ulu öndərə ölkəmizin qurtuluşu və tərəqqisi naminə Respublikayı rəhbərlik etməsi barədə qətiyyətli çağırış etmiş. Ümummilli lider isə dövlətin dövlətçiliyin xilası, Azərbaycanın aydın və parlaq gələcəyi naminə öz həyatını belə risk ataraq növbəti dəfə tarixi siyasi məsuliyyəti üzərinə götürməkdən çəkinməmişdi. 1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı. İyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi yazıldı. Bu, Heydər Əliyevin böyük siyasətə qayıdışı, xalqın qurtuluşu, dövlətin isə dirçəlişi idi. Məni 93-cü ildə bura Bakıya dəvət edərkən mən bilirdim ki, burada nə qədər çətin və ağır vəziyyət var. Mənim əlimdə nə silahlı dəstə vardı, nə mənim ordum vardı, nə mənim bir qruppam vardı, heç bir şey yox. Sual olunur, nə arxalandı Heydər Əliyev? Durdu, gəldi, bodun içine girdi. Halka, düz deyirsiniz. Size, halka, eğer ben size inanmasaydım, ben size itibar etmeseydim, ben size arkalanmasaydım, ben bu məsuliyyəti özlərimə götürə bilməzdim. Ben bugün də sizə arkalanıram, sizin dəstəyinizə arkalanıram ve eminəm ki, sizle birlikte biz Azerbaycan'ı bundan sonra daha da yükseklere kaldıracağız. 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərində xalqımızın inam, etibar və etimadı əsasında Azərbaycan Respublikasının prezidenti seçilən Heydər Əliyevin milli maraqlara, dövrün tələblərinə və Ümummilli liderin xalqımız qarşısında ən böyük xidmətlərindən biri də siyasi varisliyin təmin olunmasıdır. Azərbaycan xalqının böyük etimadı əsasında ölkə prezidenti seçilən cənab İlham Əliyev əməli fəaliyyəti ilə sübuta yetirmişdi ki, Heydər Əliyev siyasətinə, ulu öndərin ideyalarına, milli anda sadiqdir və sözü imzası qədər dəyərlidir. Bugün inamla və iftixarla söyləyirik ki, müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi uğurlara imza ataraq milli strateji məqsədləri gerçəkləşdirmişdi. Ən əsası 44 günlük vətən müharibəsində Azərbaycanın Prezident İlham Əliyevin komandanlığı ilə möhtəşəm qələbə qazanaraq ərazi bütövlüyünün təmininə, tarixi ədalətin bərpasına müvəffəq olması xalqımızın çox əsrlik, zəngin və şərəfli dövlətçilik tarixinin ən parlaq səhifəsi Heydər Əliyev ziyalarının təntənəsidir. Azad et. Gözün aydın olsun Azərbaycan. Hörmətli qonaqlar, dəyərli tədbir iştirakçıları, açılış nitqi üçün söz verilir. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı
cənab Niyazi Bayramova. Hörmətli şəhid ailələri, hörmətli tədbir iştirakçıları. Bugün biz Müzəffər Ali Başkomandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qəhrəmanlığı ilə qazanan Zəfər günü qeyd edirik. 5 il əvvəl 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük vətən müharibəsi Azərbaycan tarixinin ən parlaq səhifələrindən birinə çevrildi. Bu zəfər təkcə hərbi qələbə deyil, həm də milli ruhun, dövlət-xalq birliyin və 30 illik ədalətsizliyə qarşı tarixi ədalətin bərpası idi. Zəfər günü təkcə keçmişə baxış deyil, həm də gələcəyə inamdır. Bu qələbə ilə biz bir millət olaraq daha güclü, daha qürurlu və daha müstəqil olduq. Artıq Qarabağda həyat yenidən canlanır. Quruculuq və bərpa işləri uğurla davam etdirir. Biz həmişə şəhidlərimizin müqəddəs xatirəsini ehtiramla yad edir. Qazilərimizə minnətdarımızı bildiririk. Onların göstərdiyi igidlik sayəsində Azərbaycanın ərazisi bütövlüyü bərpa olundu. Üç rəngli bayrağımız işğaldan azad edilən torpaqlarımızda dalğalandı. Bu möhtəşəm zəfər Azərbaycanın qüdrətinin, birliyinin və xalqımızın dönməz iradəsinin simvoludur. Qoy bu qələbə ruhu daim yaşasın. Hər birimizə güc və inam versin. Yaşasın Müzəffər Ali Başkomandamız. Yaşasın rəşadatlı Azərbaycan ordusu. Qarabağ Azərbaycandır. Sağ olun. Hörmətli tədbir iştirakçıları, indi isə çıxış etmək üçün söz verilir. Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, millət vəkili Pərvin xanım Kərimzadəyə. Aziz şəhid ailələri, dəyərli qazi qardaşlarımız, hörmətli Niyazi müəllim, hörmətli Hacı Tahir, hörmətli Bayram müəllim, dəyərli konsullarımız, burada iştirak edən bütün rəsmilərimiz, bütün Gəncədən bizim olan dəyərli sakinlərimiz, hər birinizi sabahki Zəfər günü münasibəti ilə ürəkdən təbrik edirəm. Zəfər günü bizim üçün qürur günüdür. Zəfər günü bizim üçün müqəddəs ant yerimizdir. Niyə müqəddəs ant yerimiz? Çünki şəhidlərimizin qanı var. Hər dəfə müxtəlif tribunalardan çıxış edirik. Amma şəhid ailələrini ilk cərgədə əyləşəndə görəndə, inanın ki, sözlər insanda düyünlənir, söz tapa bilmirsən, ifadə edə bitmirsən. İfadəmizin tərk rəmzi odur ki, əziz şəhid ailələri, sizin böyütdüyünüz oğullar vətənin vətən olduğunu, ana vətən olduğunu bir daha sübut etdilər. Şəhid ailələrində böyüyən evlatlar, vətən uğrunda canından keçməyə hazır olan dəyərli qazilərimiz, sizin sayənizdə Müzəffər Ali Başkomandanın rəhbərliyi ilə Azərbaycan elə bir tarix yazdı ki, illər keçdikcə daha çox onun qiymətini anlayırsan. Bugün biz deyirik ki, biz sabah zəfər qeyd edirik. Zəfərin isə rəngi var. Zəfərin rəngi bizim bayrağımızın rəngidir. Qırmızı rəng şəhidlərimizin alqanıdır. Yaşıl rəng bugün orada məscidlərimizin minarələrindən səslənən azan səsidir. Mavi rəng əbədi olaraq o torpaqlarda açılan səmadır. Buna görə də bizim üç rəngli bayrağımız bugün o ərazilərdə dalğalanan zaman biz hər zaman kimliyimizi bir daha xatırlayacağıq. Biz hər zaman o bayrağın dalğalanmasının əsasında dayananları hökmən xatırlayacağıq. Cənab Prezident dəfələrlə öz çıxışlarında vurğulayıb ki, bu torpaqları azad edən, o zəfəri bizə bəxş edən Azərbaycan əskəridir, Azərbaycan zabitidir, Azərbaycan qəhrəmanlarıdır və o qəhrəmanlarına güvənən Azərbaycan xalqıdır. Biz sizinlə Gəncədə yaşayırıq və Gəncə 2020-ci il, 5 il bundan əvvəl o müharibənin ağır acısını
hamıdan çox hiss elədi. Raket zərbələri Gəncəyə atıldı. Məqsəd nə idi? Xalqı qorxutmaq idi, əhələni qorxutmaq idi, şəhərdən qaçırtmaq idi. Amma heç kim qorxmadı. Bilirsiniz niyə? Çünki arxamızda artıq ordumuz var idi. Biz bilirdik ki, ordu olanların cavabını bizim ordumuz döyüş meydanında verəcək. Çünki Azərbaycan analarının, Azərbaycan atalarının böyütdüyü oğullar heç vaxt qadınlara, uşaqlara silah qaldırmazdılar. Onlar bu həlak olan mülki əhalimizin cavabını yalnız döyüş meydanında verdilər. Şuşa döyüşləri bugün dünya hərb tarixində öyrənilən səhifələrdir. Ona görə öyrənilmir ki, orada çox hərbi texnika var idi. Azərbaycan bunu da göstərdi. Ən müasir silahlarla döyüş apardı. Amma Şuşa döyüşləri həm də ona görə öyrənilir ki, ayrı-ayrı zabitlərimizin, əskərlərimizin qəhrəmanlığı bir möcüzə idi. Doğrudan da 5 il bundan əvvəl Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə mümkünsüzü mümkünə çevirdi. Möcüzələrin real olduğunu bizə göstərdi. Ona görə bugün 7 noyabrda Zəfər günündən bir gün öncə biz bir daha şəhidlərimizi dərin ehtiramları yad edirik. Onların bugün ruhları şaddır. Çünki onların azad etdiyi torpaqlarda bugün Azərbaycan vətəndaşı yaşayır. Onların azad etdiyi torpaqlarda bugün Azərbaycan dili eşidilir. Onların azad etdiyi torpaqlarda bugün Azərbaycanlı balalar təhsil alırlar. Bax, buna görə şəhidlərimizin ruhu şaddır. Əziz analar, əziz atalar, hər dəfə deyirəm ki, sizlərin qarşısında insan söz tapmağa aciz olur. Çünki hər bir valideyn üçün dəfələrlə bunu vurğulamışıq. Ən böyük itki valideyn itkisidir. Amma biz sizinlə fəxr edirik. Övlad itirəndə belə, torpağa tapşıranda belə vətən sağ olsun dediniz. Var olun. Sizin övladlar elə əsl qəhrəmanlardır. Bunu təkcə biz deyil, bütün dünya gördü. Zəfərin mübarək Azərbaycan, Qarabağ Azərbaycanı. Hörmətli tədbir iştirakçıları, çıxış etmək üçün söz verilir. Xüsusi təyinatlı qüvvələrin, şəhid ailələrinin, veteranların və qazilərin İctimai Birliyinin sədr müavini, Vətən Müharibəsi qazisi Elçin Həsənova. Başda şəhid ailələri olmaqla hər birinizi salamlayıram. Bugün bizim zəfərimizin 5-ci il dönümüdür və biz bu zəfəri şəhidlərimizin qanı, şəhidlərimizin canı, qazilərimizin qanı bahasına əldə etmişik. Sizə qısa bir döyüşdən qabaqki bizim təlimlərimizdən danışmaq istəyərəm. Biz müharibəyə hər zaman hazırlaşırdıq, çünki bizim 20% torpağımız ermənilərin tapdağı altındaydı və hər birimizin könlündə bir qisas var idi. O qisas idi ki, bizim Xocalının qisasını almaq, bizim şəhidlərimizin qisasını almaq, 90-cı illərdən bu yana gözü yaşlı qalan analarımızın qisasını almaq. Və biz bu ruhla böyüyürdük. Ancaq biz müharibəyə hazırlaşıb, müharibə əmri gələndə bizim komandanlar, yuxarı komandirlərimiz bizə belə bir tapşırıq verdi. Dedilər, biz Azərbaycanlıyıq, biz müsəlmanıq. Döyüşdə sizə silah doğuran hər bir kəsə onların qanı sizə halaldır. Ancaq qadınlar, uşaqlar, körpələr, yaşlı insanlara heç birinə silah doğrultmayasınız, heç birini öldürməyəsiniz. Bəzən bizim digər döyüş yoldaşlarımızın arasında bu biraz da etiraza səbəb oldu. Ancaq bir məna olaraq hər kəs başa düşdü ki, biz Azərbaycanlıyıq və Ulu Öndərin qoyduğu yolla, Cənab Prezidentin bizə tapşırdığı siyasi çıxışlarda dediyi kimi biz sülh istəyirik və biz başqa heç bir şey istəmirik. Bizim istədiyimiz yalnız öz ərazilərimizdir və biz də öz ərazilərimiz uğrunda döyüşlər apardıq və çox şadam ki, bu günlərim qalib ordunun bir mənsubu kimi sizlərin qarşısında zəfər gününü qeyd edirik. Çox sağ olun, var olun. Hörmətli tədbir iştirakçıları, çıxış etmək üçün söz verilir. Türkiyənin Gəncə şəhərindəki baş konsolunun müavini Yiğit Yalın Soyalar. Sayın Vali, şehir protokolünün kıymetli mensupları, pek değerli şehit aileleri, muhterem gazilerimiz, hanımefendiler ve beyefendiler.
Her birinizi ülkem ve şahsım adına muhabbetle selamlıyorum. 8 Kasım Zafer Günü hem Azerbaycan hem de Türk dünyası için önemli bir dönüm noktası ve de gurur kaynağı olmuştur. Bugün adaletin, cesaretin, fedakarlığın ve Türkiye-Azerbaycan kardeşliğinin zaferidir. Yine bugünkü mukaddes vatan toprağı Karabağ'ın düşman elinden kurtularak gerçek sahibi Azerbaycan'ın tertemiz sinesine kavuştuğu gündür. Kutlu olsun. 44 gün süren destansı mücadele, Azerbaycan halkının sarsılmaz iradesini, kahraman ordusunun kırılmaz cesaretini ve devletinin lider tutumunu tarihe altın harflerle yazdırmıştır. Kazanılan kutlu zaferin ardından layık olduğu yerde Karabağ semalarında dalgalanan Azerbaycan bayrağı yalnız Azerbaycan için değil, Türkiye için de bir övünç nişanı olmuştur. Hürmetli katılımcılar, Türkiye olarak biz vatan muharebesi boyunca sahada ve masada, her anda ve her nefeste sevinç ve keder ortağımız Azerbaycan'ın yanında olduk ve bundan sonra da kalp kalbe, omuz omuza daha güçlü yarınlara yürümeye devam edeceğiz. Şüphesiz ki güçlü Azerbaycan güçlü Türkiye'dir ve güçlü Türkiye'de güçlü bir Azerbaycan demektir. Bu duygu ve düşüncelerle aziz şehitlerimizi rahmetle, muhterem gazilerimizi de şükranla anıyorum. O kahramanlar ki vatan toprağını asil kanlarıyla yoğurarak Azerbaycan'a gurur ve onur dolu bir gelecek emanet ettiler. Yüce ruhları şad olsun. Sözlerime son verirken kardeş Azerbaycan'ın 8 Kasım Zafer Günü'nü en kalbi duygularımla tebrik ediyor ve bu kürsüden sizlerin huzurunda bir kere daha en yüksek sesle belirtmek istiyorum. Karabağ Azerbaycan'dır. Sağ olun, var olun. Hörmətli tədbir iştirakçıları, çıxış etmək üçün söz verilir. Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin direktoru Xoşgədən xanım Xudiyevaya. Hörmətli qonaqlar, əziz müəllimlər, tələbələr və tədbir iştirakçıları. Bugün biz hamımız üçün qürurverici bir günü, Azərbaycan xalqının 44 günlük vətən müharibəsində qazandığı şanlı zəfərin 5 illiyini böyük iftixar hissi ilə qeyd edirik. 5 il əvvəl Azərbaycan ordusu Müzəffər Ali Başkomandan cənab İlham Əliyevin rəhbərliyi altında xalqımızın birliyi və igid oğullarımızın qəhrəmanlığı sayəsində torpaqlarımızı işğaldan azad etdi, 30 illik həsrətə son qoydu. Bu səfər təkcə hərbi qələbə deyil, həm də milli ruhun, dövlətə və orduya olan inamın təntənəsidir. Şəhidlərimizin qanı bahasına qazanılmış bu qələbə Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Onların hər birinin xatirəsi bizim üçün əsas və müqəddəsdir. Bugün Azad Qarabağda, Şuşada, Laçında, Zəngilanda, Cəbrayılda üçrəngli bayrağımız qürurla dalğalanır. Hər bir Azərbaycanlı bu mənzərəni görəndə sinəsində fəxarət, qəlbində minnətdarlıq hiss edir. Gəncə Dövlət Universiteti nəzdində Regional Kollecin kollektivi olaraq biz də bu zəfərin böyüklüyünü dərk edir, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə önəm veririk. Çünki bu torpaqları qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə daha güclü Azərbaycan bəxş etmək hər birimizin borcudur. Bu möhtəşəm zəfərin 5-ci il dönümündə bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə can sağlığı, xalqımıza isə daim qalibiyyət və firavanlıq arzulayıram. Eşq olsun Azərbaycan ordusuna, eşq olsun Müzəffər Ali Başkomandana, yaşasın qalib Azərbaycan. Təşəkkür edirəm hər birinizə. Çıxış etmək üçün səhnəyə Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanovu dəvət edirik. Hörmətli qonaqlar, dəyərli protokol, çox dəyərli şəhid ailələrimiz, qazilərimiz, xanımlar və cənablar, sizin hər birinizi sabah, birisi gün qeyd edəcəyimiz çox müqəddəs, çox möhtəbər, hər xalqa qismət və nəsib olmayan bayramlar münasibəti ilə, Zəfər günü və Bayraq günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.
hər birimizə dövlətimizin, xalqımızın, millətimizin inkişafı uğrunda səmimi qəlbdən uğurlar arzuluyuram. Biz əslində xoşbəxt xalqıq və bundan da xoşbəxt olmağa layiqik. Çünki biz dövlətimizin, millətimizin, xalqımızın, torpaqlarımızın bütövlüyü uğrunda birləşməyi, cəm olmağı bacara bilən bir xalqın nümayəndələriyik. Ona görə biz xoşbəxt olmağa layiqik ki, biz bu torpaq uğrunda təkcə ölməyi deyil, yaşamağı da gözə almış bir xalqın nümayəndələriyik. Ona görə biz xoşbəxt olmağa layiq və xoşbəxt xalqıq ki, biz bu torpağımızın, bu millətimizin bütün uğurlarınızı birliyimizlə, bərabərliyimizlə, canımızla, qanımızla əldə etmiş toplumun nümayəndələrinə çevrilmişik. Əziz dostlar, Azərbaycan sözün əsl mənasında bugün dünyaya nümunə olaraq göstərilə biləcək bir xalqdır. Azərbaycan bugün sabitlik adasına çevrilibdir. Bugün dünya dövlətləri, dünya xalqları, dünya insanları dövlətimizin inkişafını, dövlətimizdə aparılan daxili, xarici və hərbi siyasəti təhlil etməklə, analiz etməklə məşğuldurlar. Təkcə bizim antiterror əməliyyatımızı dünya siyasi və hərbi politologları hələ də araşdırırlar. Və hələ də onlar bizim əsrlər boyu, necə deyərlər, o separatizmin yuvasına çevrilmiş bir torpaqdan 24 saatdan da qısa bir müddətdə bir nəfərin belə zərər, ziyan çəkmədən təmizlənməsini təhlil edirlər, araşdırırlar və bugün də bu dünyaya bir sirdir. Bunu edən Azərbaycan ordusudur, bunu edən Azərbaycan igidləridir. Bunu edən Azərbaycan igidlərinin qarşısında duran Ulu Öndər Heydər Əliyev siyasətin layiqli davamçısı Ali Başkomandan İlham Əliyevdir və ordumuzun söykəndiyi 50 milyonluq Azərbaycan dilində danışan Azərbaycanlılardır. Əziz və dəyərli Gəncə sakinləri, əziz dostlar, əziz siyasi həmfikirlər, bizim hər birimiz çox xoşbəxt günlərimizi, illərimizi yaşayırıq. Azərbaycan bugün şimalla cənubun, şərqlə qərbin qovşağında yerləşir. Azərbaycan bugün regionun ən öndə gedən dövlətinə çevrilibdir. Və Azərbaycan bugün xoşbəxt vətəndaşlar yetişdirir. Azərbaycanın körpələri gələcəyə inamla, etibarla baxırlar. Biz buna görə Ulu Öndər Heydər Əliyev siyasətinə, Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab prezidentimiz İlham Əliyevə, onun ən yaxın silahdaşı, ən yaxın sirdaşı, ən yaxın köməkçisi olan vitse-prezident Mehriban xanım Əliyevaya və İlham Əliyevin dəmir yumruğunun xırda hissəciklərinə çevrilmiş hər bir Azərbaycanlıya borçluyuq. Allah dövlətimizi, dövlətçiliyimizi, Allah bayrağımızı qorusun. Allah dövlətimizi var eləsin. Nə xoş bizə ki, biz 50 mindən çox olan xalqın deyil də 200-ə yaxın dövlətin içərisindəyik. Nə xoş bizə ki, bizim bayrağımız var, millətimizin adı var, dili var, dini var, öz milli dəyərlərimiz var və biz milli dəyərlərlə yaşayırıq. Nə qədər ki, Azərbaycançılıq məfkurəsinin ətrafında sıx birləşmişik, Azərbaycan gündən-günə çiçəklənəcək, gündən-günə inkişaf edəcək, bayrağımız gündən-günə daim yüksəklərə qalxacaq və insanlarımız gündən-günə daha da xoşbəxt gələcəyə addımlayacaq. Hörmətli tədbir iştirakçıları, bizim bu tədbirin bədii hissəsinin ərsəyə gəlməsində artıq aparıcımızın da dediyi kimi, Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin musiqi bölməsinin zəhməti, əziyyəti olub və bu bizim bunlarla, bu bölmə ilə etdiyimiz ikinci tədbirdir. Hər dəfə çox böyük canfəşanlıqla bu tədbirin hazırlanmasında səy göstərirlər və mənə elə gəlir ki, uğurlu da bir konsert alınır. Ona görə ki, bu bizim zəfər konsertimizdir və biz bu zəfər konsertində sözün əsl mənasında mənəvi istirahət etməyi hak etmiş bir millətin, xalqın nümayəndələriyik. Bu konsertin ərsəyə gəlməsində xüsusi zəhməti olan bölmənin müəllimi var, Anar müəllim və mən çox istəyirəm sizlərin müşayiəti ilə Anar müəllimə partiyamız adından çox xırda bir hədiyyə təqdim edim. Ondan sonra səhnəni bədii hissəyə verək və bədii hissədə Anar müəllim yeni təşkil etdiyi zəfər konsertini birgə dinləyək. Anar müəllim, mən sizə təşəkkür edirəm. Hörmətli tədbir iştirakçıları, bir daha çox təsadüf xalqların həyatına yazılmış xüsusi Zəfər Bayramı günü münasibəti ilə hər birinizi səmimi qəlbdən təbrik edirəm. Hər birimizin bayramı mübarək, hər birimizin bayraq günü mübarək və hər birimiz bayraq ətrafında sıx birləşməyi qarşımıza məqsəd qoyaraq bu amalla yaşamaq arzusuyla bir daha bayramınız mübarək olsun. Hörmətli tədbir iştirakçıları, indi isə tədbirimizin bədii hissəsinə keçid edərək sizləri Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin Mədəniyyət və İncəsənət şöbəsinin hazırladığı konsert proqramına baxmağa dəvət edirik.
Nəzərinizə çatdırırıq ki, konsertimizi müşahidə edir, Regional Kollecin Qəmbər Hüseynli instrumental ansamblı, bədii rəhbər Anar Əskərovdur. Həsən Rızayev, Cahargah Rapsodiyası, ifa edir Qəmbər Hüseynli instrumental ansamblı. Yenilməz Batalyon, musiqisi Cahangir Cahangirovun, sözləri Zeynal Cabbarzadənindir. İfa edir kollecin tələbəsi Zəmanə Dərviş. Duman
Gəl bizim dağlara. Musiqisi Arif Məlikovun, sözləri Həmid Abbasovundur. İfa edir Qallecin tələbəsi Əziz Əhmədov. Bizə təbiyyət oyananda gəl, lalələr al rəngə boyananda gəl, sevənlər atara qəmin daşını, görüşüb sevinçlə dayananda gel, görüşüp sevinçle dayananda gel. Gel bizim dağlara, gör ne güzeldir, çayları seyreyle çalayıp geçsin, yüreğim kədəri ağlayıp geçsin. Buradan ayrılanda çağlayıp geçsin. Buradan ayrılanda çağlayıp geçsin. Bulaqlar səsləyər suyuna səni, fəsillər ən gözəl ayına səni. Payızda tarkama gələndə dilər, cavanlar çağırar toyuna səni, cavanlar çağırar toyuna səni. Gəl bizim dağlara, gör nə gözəldir, çayları seyr elə çalayıb geçsin. Yüreğim kədəri qovlayıb geçsin. Buradan ayrılanda ağlayıb geçsin. Buradan ayrılanda ağlayıb geçsin. Buradan ayrılanda ağlayıp geçsin. Buradan ayrılanda ağlayıp geçsin. Yaşayıram el üçün. Musiqisi Hikmət Mirməmmədlinin, sözləri Vüqar Əhmədindir. İfa edir Qallecin tələbəsi Turan Şirinov.
yaşayıram elim üçün. Eli sudur ya qalxdır, elim aləm baxdır. Eli sudur ya qalxdır, elim aləm baxdır. Qəlbimə sevgi yaxdır, nəğmələrin bulaqdır. Arzularım göyərçin, yaşayıram elim üçün. Can verərəm elim üçün, yaşayıram elim üçün. Arzularım göyərçin, yaşamıram özüm üçün. Can verərəm elim üçün, yaşayıram elim üçün. El ola el içindeyim, nəğmələri sevilir. Qəlbim özünə deyil, yaşayıram elim üçün. El ola el içindeyim, nəğmələri sevilir. Qəlbim özünə deyil, yaşayıram elim üçün. Elimə güneş doğdu, el oğluyam el oğlu. Elimə güneş doğdu, el oğluyam el oğlu. Cavan şirəm kol oğlu, olmayan el oğlu. Arzularım göyərçin, yaşamıram özüm üçün. Can verərəm elim üçün, yaşayıram elim üçün. Arzularım göyərçin, yaşamıram özüm üçün. Can verərəm elim üçün, yaşayıram elim üçün. Cənnətim Qarabağ. Musiqisi Cahangir Cahangirovun, sözləri Rafiq Zəkanındır. İfa edir Qallecin tələbəsi Ruslan Nağdaliyev. Könüllerin ülvi diyarısan, seninlerin könüllerin ülvi diyarısan. Şirin canın Azerbaycanın bir ebedi baharısan. Cennetim Qarabağ, zinnetim Qarabağ,
dastanısan, sevgi dastanısan. Azərbaycan ruhu kompozisiyası ifa edir Qəmbər Hüseynli instrumental ansamblı. Bu sevdan
Azərbaycan. Musiqisi Emin Sabitoğlu'nun, sözləri Saadət Əhmədovanındır. İfa edir Qallecin tələbəsi Nəzrin Rəzəbzadə. O direydi, o nəfəsli diyarım, ocağına can qurban Azərbaycan. Əziz səndən əyilməyən vüqarımsan, bıçağına canım qurban Azərbaycan. Savaşlardan ağacıq çıxan zaman, tarihlərə bağışladın necə qurban. Hər qonşuda bir qıçası əsir qalan, torpağına canım qurban Azərbaycan. Hər uğurun gələcəyə bir yol açır, dost ilə xoş niyyətin işıq saçır. Hər millətə, hər məqsəbə üstü açır, qucağına canım qurban Azərbaycan. Necə gizli sərvət yatır qucağında, necə ülkə uda tarır ocağında. Azadlığın al rəmzi var bayrağında, bayrağına canım qurban Azərbaycan. Başım üstə məğrur məğrur dağlanan, bayrağına canım qurban Azərbaycan. Ruhuma can, cismin üçün vətən olan, torpağına canım qurban Azərbaycan. Ruhuma can, cismin üçün vətən olan, torpağına canım qurban Azərbaycan. Ey anam, vətənim, ey doğma Qarabağ Azərbaycan. Yaşa Azərbaycan. Musiqisi Rauf Məmmədovun, sözləri Zivər Ağayevanındır. İfa edir Qallecin müəllimi Məhərrəm Qasımov. Canımızla bağlıyıq torpağa bu elə, sıralarında kimi gəlin verə gələlə. Canımızla bağlıyıq torpağa bu elə, sıralarında kimi gəlin verə gələlə. Gəl başım gəl qardaşım, bir olaq yumruq olaq,
torpaq. Yaşa, yaşa, yaşa mənim xalqım. Yaşa, yaşa, yaşa Azərbaycan. Ölsə ya değilmez, düşsə dana çətinə, budur qarlı xalqımın, qurbanam qeyrətinə. Ölsə ya değilmez, düşsə dana çətinə, budur qarlı xalqımın, qurbanam qeyrətinə. Azərbaycan Azərbaycan yenilməz, bir kərə qalxan bayraq, bir daha yerə enməz. Azərbaycan yenilməz, Azərbaycan yenilməz, bir kərə qalxan bayraq, bir daha yerə enməz. Yaşa, yaşa, yaşa mənim xalqım. Yaşa, yaşa, yaşa Azərbaycan. Yaşa, yaşa, yaşa mənim xalqım. Yaşa, yaşa, yaşa Azərbaycan. Yaşa. Yurdum, yuvam, məskənimsən, Azərbaycanım. Musiqisi Rauf Hacıyevin, sözləri Ənvər Əlibəylinindir. İfa edir kollecin müəllimi Vasif Bayramov. Axşamınız xeyir. Bayramınız mübarək olsun. Kimi vüqarlıdır uca dağları, üstüne bir yaraşıqdır yaşıl bağları. Bizimle bir başlamıştır güzel çağları. Yurdum yuvam məskənim sən Azərbaycan. Anam doğma vətənim sən Azərbaycan. Yurdum yuvam məskənim sən Azərbaycan. Anam doğma vətənim sən Azərbaycan. Bilir ki tükənməyən sərvətin vardır. Sinən üstü ağ pambıqlı gen tarlalardır. Buruqların göy əsərdə qatar qatardır. Yurdum yuva məskənim sən Azərbaycan. Anam doğma vətənim sən Azərbaycan. Yurdum yuva məskənim sən Azərbaycan. Anam doğma vətənim sən Azərbaycan. Yuva məskənim sən Azərbaycanım. Anam doğma vətənim sən Azərbaycanım. Yurdum yuva məskənim sən Azərbaycanım. Anam doğma vətənim sən Azərbaycanım. Yurdum yuva məskənim
Azərbaycanım. Anam doğma vətənim sən Azərbaycanım. Yurdum yuva məskənim sən Azərbaycanım. Anam doğma vətənim sən Azərbaycanım. Yaşayır Ulu Öndər. Sözləri və musiqisi Abbas Bağırovundur. İfa edir Qalleci müəllimi Rüstəm Cəfərov. Yurdumun sesine ses versin eller, vətəndən çəkilsin yad olan eller. Düşmənin gözünü kör etsin əskər, hər zaman yaşasın Azərbaycanım. Sən varım dövlətim, mənim şanım şöhrətim, ilhamlı gələcəyim Azərbaycanım. Əmruzi bərəkətim, dilimdə həm söhbətim, adın ürəyimdədir Azərbaycanım. Yaşayır Ulu Öndər, yaşayır qəlbimizdə, əminli əllərdədir Azərbaycanım. İlhamlı səhərlərin doğruldur ümidlərin, gəl ona olaq dəstək Azərbaycanım. Zəfərlər Qarabağdadır, xalqımın səsini ilham ucaldır. Gənclərə dəstəyi bizi yaşadır. Bizimlədir qələbə, ey Azərbaycan. Sən varım dövlətim, mənim şanım şöhrətim, ilhamlı gələcəyim Azərbaycanım. Əmruzi bərəkətim, dilimdə həm söhbətim, adın ürəyimdədir Azərbaycanım. Yaşayır Ulu Öndər, yaşayır qəlbimizdə, əminli əllərdədir Azərbaycanım. İlhamlı səhərlərin doğruldur ümidlərin, gəl ona olaq dəstək Azərbaycanım. Ay gəl ona olaq dəstək Azərbaycanım. Yaşayır Ulu Öndər, yaşayır qəlbimizdə, əminli əllərdədir Azərbaycanım. İlhamlı səhərlərin doğruldur ümidlərin, gəl ona olaq dəstək Azərbaycanım. Yaşayır Ulu Öndər, yaşayır qəlbimizdə, əminli əllərdədir Azərbaycanım. İlhamlı səhərlərin doğruldur ümidlərin, gəl ona olaq dəstək Azərbaycanım. Ay gəl ona olaq dəstək Azərbaycanım. Yaşasın Azərbaycanımız. Bayramınız mübarək olsun. Hörmətli tədbir iştirakçıları, bununla da Gəncə şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası, Gəncə şəhər təşkilatının və Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin musiqi şöbəsinin birgə təşkil etdiyi 8 noyabr Zəfər gününün 5-ci il dönümünə həsr edilmiş konsert proqramımız sona çatdı. Sonda hər birinizə təşəkkür edirik. Sağ olun.